Davam eləyək. Asiyə xanım, Bəli, müəllim. hazırsınız? Çalışmışam, müəllim. Tamam. Soruşun. OPEC ölkələrini sayın mənə. OPEC ölkələri, Cənub Qərb Asiya ölkələrindən Səudiyyə Ərəbistanıdır, Birləşmiş Ərəb Əmirliyi, sonra İran, İraq, sonra orada Afrikada Əlcəzair, Liviya, sonra Afrika ölkələrindən Kongoydu, Ekvatorial Gvineya idi, sonra Angola, Qabon, Liviyanı dedim. Əlcəzair, Liviya, Nigeriya. Bir də Kübeyt qaldı. Bir də Cənubi Amerikada Venezuela. Nasıl? OPEC ölkələrinə Səudiyyə Ərəbistanıdır. Sonra Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İran, İraqdır. Afrikadan Əlcəzair, Liviya, Nigeriyadır. Angoladır, Qabondur. Ekvatorial Gvineyadır. Kongodur. Bir də Venezuela. Latin Amerikasından Venezuela. Bu ölkələr var. Yaxşı. Siz mənə Avropa İttifaqı ölkələrini sayın. Avropa İttifaqına şimaldan İsveç, Finlandiyadır. Mən burada Norveç daxil deyil deyəsən. Yoxdur. Aha. İsveçdir, Finlandiyadır şimalda. Sonra gəlir Danimarkadır, Niderland, sonra orada Almanya, Fransa, Lüksemburg, Belçika. sonra İrlandiya, Portuqaliya, İspaniya, İtaliya, sonra Yunanistan, Cənub hissədə Malta, sonra Latviya, Litva, Estoniya idi, Polşa, Çexiya, Slovakiya, Kenya, Macaristan, Sloveniya. Macaristan, sonra Xorvatiya idi, Bolqarıstan, bir də Kipr var idi. Rumıniya, Bolqarıstan, bir də Kipr. Bazıları yadımdan çıxdı. Düzdür. Bunlar Avropa İttifaqı ölkələridir. Aladiya ölkələrinə hansılar daxildir? Aladiyada Latin Amerikası ölkələrinin əksəriyyəti, elə bil ki, Meksikadan başlayaraq Meksikadır, sonra Kubadır, daha sonra Panama. Bu üçü, bir də Cənubi Amerikada Venezuela, sonra Ekvador, Peru, Çili, Urugvay, Paragvay, Boliviya, Braziliya, Argentina. Sağ. Deməli, Mərkəzi Amerikadan Meksikadan Panama, West İndi ölkələrindən Kuba, Cənubi Amerikadan isə Venezueladır, Kolumbiyadır, Ekvadordur, Perudur, Çilidir, Boliviyadır, sonra Argentinadır. İki dənə ölkədən başqa hamısı? Argentina, Paragvay, Urugvay, bir də Braziliya. Surinam, Qayana və Gviyanadan başqa hamısı. Bunlar adi təşkilatda üzv ölkələrdir, düzdürmü? Yaxşı. Siz mənə deyin görüm, inteqrasiya mərhələləri ardıcıllıqla necə gedir? İnteqrasiya mərhələləri birinci güzəştli ticarət, sonra azad ticarət, gömrük ittifaqı, ümumi bazar, iqtisadi ittifaq, iqtisadi, bir də valyuta birliyi, bir də tam iqtisadi inteqrasiya. Tam iqtisadi inteqrasiya. Yaxşı. İnteqrasiyanın üstünlükləri, özəllikləri nədir? İnteqrasiyada müəllim rəqabət güclü olur. Yəni necə deyim, ölkələrin bir-birləri rəqabət aparmasına imkan verir. Sonra bir ölkənin ərazisində bölgələrin daha yaxşı inkişaf eləməsinə səbəb olur. Bölgələr arasında əlaqə yaradır. Sonra resurslardan daha səmərəli istifadə olunmasına səbəb olur. Ölkələr arasında rəqabət aparılır, yoxsa ölkələr əksinə birləşir müəllim? Ölkələr birləşir, müəllim, sərhədsizləşir ölkələr. Yəni burada rəqabət də var idi. Yox, dünyada digər ölkələrlə rəqabət aparmağa. Bax, məsələn, inteqrasiya ölkələri bir-biri ilə rəqabət aparmır, müəllim. Birləşərək dünyada hansısa məhsulun istehsalı üzrə rəqabət aparmağa daha çox, belə deyək də, necə deyim sizə, rəqabət qabiliyyəti güclənir. Bax, belə deyək də. Başa düşürsünüz? Bir var hansısa bir məhsulu bir ölkə istehsal edib dünya bazarına çıxara. Bir də həmin var ki, həmin məhsulu bir neçə ölkə birləşərək daha keyfiyyətli şəkildə istehsal edib dünya bazarına çıxarır. Hansının da rəqabət qabiliyyəti daha güclü olar?
tək istehsal edən, yoxsa bir neçə ölkə istehsal Bir edir? neçə ölkə. Aysun. Yəni o inteqrasiya ölkələri heç vaxt bir-birinə rəqabət aparmır. Ha, onlar bir-biri ilə iqtisadi mübarizədir, siyasi mübarizə də aparmırlar. Sadəcə onlar vahid bir dövlət şəklində birləşirlər onlar. Onlarda sərhədlər belə deyək də formal xarakter daşıyır əslində. Fikrimi çatdıra bildim. Həmin inteqrasiya ölkələrinin insanları bir-birinə sərbəst şəkildə gedib gələ bilirlər. Başa düşdünüz məni? Bəli. Güzəştli ticarət zonasında məqsəd nədir? Güzəştli ticarətdə əsasən məhsullar elə bil ki, idxal və ixracında güzəştlər tətbiq olunur. Bu, yəni ən sadə formasıdır inteqrasiyanın. Bir də ən çox da Afrika ölkələrində, Qərb Afrika ölkələrində, Mərkəzi Afrika ölkələrində yayılmış. Sayın görün, bilmirəm axı ölkələr hansılar. Qərb Afrikada Niger idi, Mali idi, sonra Kongo idi, Gabon, Burkina Faso'dur, Mali, Niger, Burkina Faso'dur, Côte d'Ivoire'dur, Çaddır, Mərkəzi Afrika, Kamerundur. Bu ölkələrdir. Düzdür müəllim? Senegalın özüdür, Togo'dur, Benindir, Mərkəzi Afrika Respublikasının özüdür, Gabondur, Ekvatorial Kongo Respublikasıdır. Bu ölkələr arasındadır güzəştli ticarət zonası. Yaxşı müəllim, eşidirsiniz nə deyirəm? Güzəştli ticarət zonasından sonra hansı gəlir? Sonra azad ticarət zonası gəlir. Burada da gömrük rüsumlarını, bir də ticarətə elə bir ki, gömrük rüsumları ləğv edilir, ticarət məhdudiyyəti də qoyulmur burada. Elə bir ki, bu ölkələrə, bu azad ticarət zonasına daxil olan ölkələrdə ümumi tarif tətbiq edirlər. Yox, baxın, üzv ölkələr arasında məhdudiyyətlər aradan qalxır. Amma bu ölkələr digər ölkələrə tarif sistemi tətbiq edirlər. Güzəştli ticarət zonası ölkələrində heç bir şey olmur, amma başqa ölkələrə qarşı. Bax, güzəştli azad ticarət zonasında olan ölkələr hansı regionda o, məsələn, tutaq ki, Avropada, fərz edək ki, tutaq ki, Afrikada azad ticarət zonasında olan, o mərhələdə olan dövlətlər var da, düzdürmü? Afrikada olan bu dövlətlər, bu üzvü ölkələr arasında ticarət məhdudiyyətləri aradan qalxır, ha. Məsələn, amma onlar başqa dövlətlərə tarif sistemi tətbiq edə bilirlər. Özləri arasında amma o məhdudiyyətlər olmur. Yəni, konkret aradan qalxır. Fikrimi çatdıra bildim müəllim? Bəli, müəllim. Aysun. Təşəkkürlər müəllim. Çox sağ olun. Sağ olun. Sonra. Səbinə İmanova. Bəli, müəllim. Necəsiz? Hazırsınız? Sağ olun, müəllim. Bəli. Yaxşı. Tamam, başlayaq müəllim. Siz mənə MDB ölkələrini sayın. MDB ölkələri, demək, bura aid idi Azərbaycan, Ermənistan, Rusiyanın özü, sonra Qazaxıstan, Özbəkistan, Macarıstan, Türkmənistan müşahidəçi idi, sonra Tacikistan var idi, Belarus. Macarıstanla Türkmənistan niyə müşahidəçi olsun? Macarıstan MDB-yə nə dəxildir? Onlar Türk Dövlətləri Şirkətindədir. Təşkilatındadır, qarşıdırdınız. Bəli. MDB ölkələrini sayın mənə. Qırratmayın. Bir təzə sayım. Bəli. Demək, Azərbaycan, Ermənistan, Gürcüstan yoxdur orada, Rusiya, sonra Özbəkistan, Qazaxıstan, Qırğızistan, sonra Belarus var idi. Bir də Moldova. Bir də Moldova. Bir də Tacikistan var. Bunlar MDB ölkələri. Yaxşı. Siz mənə Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatını sayın. Demək, orada da var idi Türkiyə, Azərbaycan, sonra Rusiya, Ukrayna, sonra Yunanistan, oradan Albaniya, sonra Moldova, Rumıniya, Bolqarıstan, Yunanistan, Albaniya və Serbiya da vardı. Bəli, Serbiya. Düzdür. Yaxşı, siz mənə
Güam ölkələrini sayın. Amma orada da 4 ölkədir demək. Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova. Naftanı sayın. Nafta ora aiddir demək. Kanada, ABŞ, bir də Meksika. ABŞ, Kanada, Meksika. Sivilizasiya nədir? Sivilizasiya insan cəmiyyətinin inkişaf tarixini göstərən, İnkişaf səviyyəsini göstərir. səviyyəsini göstərən. Hı. Dünyada bütün xalqlar, bütün cəmiyyət eyni sivilizasiyadırlar, yoxsa fərqli mərhələdədir? Demək, burada iki yanaşma var idi. Yox, onu soruşmuram. Mən yəni soruşuram ki, dünyada bilirsiniz də cəmiyyət vahid deyil də, ayrı-ayrı ölkələrin, regionlarda müxtəlif Ayrı 21 sivilizasiyanın indiyə qədər olduğunu iddia edir. 21 fərqli sivilizasiya. Bəli. Demək istədiyim nədir? Yəni demək istəyirəm ki, məsəl üçün Avropa cəmiyyəti ilə Asiya cəmiyyətinin səviyyəsi, inkişaf səviyyəsi eynidir, yoxsa fərqlidir? Deyil, fərqlidir. Deməli- Bu onların yaşadığı ərazi, adət-ənənə, din. Ayşə. Bax, yəni oxşar dilə, dinə, mədəniyyətə, əxlaqa malik olan xalqlar sivilizasiyanın müxtəlif mərhələsindədir. Bəzi xalqlar var ki, yüksək sivilizasiyadadırlar. Bəzi xalqlar var ki, orta, bəzi xalqlar var ki, zəif, bəzi xalqlar var ki, ümumiyyətlə sivilizasiya mərhələsində qədəm qoyur. Nə olur? Bəli. Məsələn, yüksək sivilizasiyaya malik olan region hansı xalqlar deyə bilərsiniz? Hansı sivilizasiyalar deyə bilərsiniz ki, onlar pik nöqtədədirlər? Bunu qərb sivilizasiyasını misal göstərmək Qərblə olar. şərq. İki dənə ən böyük sivilizasiyadır. Qərb şərq. Bəli. Bəs hansı Qərb, sivilizasiyaları şərq. tanıyarsınız ki, bu gündən zəif inkişaf edib? Heç belə deyək də geri qalıblar. Ümumiyyətlə ən zəifləri demək, Cənubi-Şərqi Asiyadır, Mərkəzi Afrikadır, bir də Cənubi Amerikada. Afrika sivilizasiyasını misal üçün zəif olduğunu deyə bilərik. Budda sivilizasiyasının zəif olduğunu deyə bilərik. Düzdür? Onlar hələ Afrika sivilizasiyası ümumiyyətlə geri. Çox geri qaldı, zəifdir. Bəs hansısı xalqlardır ki, ümumiyyətlə sivilizasiyaya qədəm qoyur? Yəni qədəm qoymayanlar bu Amazon meşələrində olan, Kongoda, Amazonda, Kongoda olan, bir Yeni də ki, Gvineya orada adasında, İndoneziya yəqin ki, nəzərdə tutulur. Yeni Gvineya adasında olan bəli, qəbilələr var ki, onlar heç ümumiyyətlə sivilizasiya. Qəbilələr ümumiyyətlə tutulur. Yaxşı, dünyada dediniz 21 fərqli sivilizasiya var. Siz xəritədə göstərilən sivilizasiyalar deyin mənə, hansı sivilizasiyaları tanıyırsınız? Orada var idi, demək, İnk, Aztek, Maya, Finikiya, Misir, Şumer, Çin, Yox, onu demirəm. Hind, bir də Nigeriya. Aha. Yaxşı. Amerikada ən qədim sivilizasiya məskənləri hansı ölkələrə düşür? O düşürdü. Peru və Meksikaya düşür. Peru və Meksika. Peru, Meksika. Bəli, Amerika qitəsində ən qədim sivilizasiya Amerika qitəsində Peru və Meksikaya düşür. Afrikada hara düşür? Afrikada Nigeriya. Nətəri? Nigeriya deyil. Bir də Misir ərazisindədir. Ən qədim Misirdir. Misirdir. O eramızdan əvvəl 4-cü minillik. Asya. Bir də Nigeriyanın ərazisində də o Nigeriya tarixən da öyle birinci mənim minillik. ora. Ora Nigeriya arası deyil. Nigeriya. Yox. Nigeriyada düşür, Maliyə də düşür, Nigeriya da düşür. Bax o Qərb Afrika regionuna düşür. Ən qədimlərdir. Sonra Çin sivilizasiyası. Eramızdan əvvəl 2-ci minillikdə olan Çin sivilizasiyası. Eramızdan əvvəl 4-cü minilliyə aid olan sivilizasiya bu hara düşür? Misirlə 4-cü minillik Mesopotamiya. Misirlə Mesopotamiya, indiki İraq ərazisində düşür. Misirə düşür. 3-cü Sonra minillik Türkiyə gəlir, 3-cü minillik Finikiya. Finikiya, Araq sahillərinə düşür. Asya. Bəli. Aha. 2-ci Bir də minillik Pakistan ərazisi də göstərilirdi. Başqa var, hə, orada var. 2-ci minillik Çin, 1-ci minillikdə Meksika, Meksikadır, Perudur, bir də Qərb Afrikaya düşür. Düzdür? Yaxşı, hansı müasir dövrün sivilizasiyaları var? Hansıları tanıyırsınız müasir dövrdə? Xəritədə vermişdik. O hazırda olanlar Şərq, Qərb, Yapon, Çin, Hı -hı. Pravoslav, Slavyan Pravoslav, Hı -hı.
sonra Afrika, Latın Amerikası, Yapon, sonra Budda. Konfutsi var idi, Nasıl? Budda var idi. Bunlardan ən məşhuru hansıdır? Bunlardan ən məşhur dedik Qərb və Şərq Sivilizasiyası. sivilizasiyası. Qərb və Şərq sivilizasiyasının özəllikləri nədir? Bunlar daha çox demək elmi texnologiyanın inkişafı, yeniliklərə daha çox açıqdılar bunlar. Hansı sivilizasiyada yeniliklərə açıq olan texnologiya inkişafına? Qərb sivilizasiyası Hansı? daha çox. Bəs Şərq sivilizasiyası? Şərq sivilizasiyası deyəndə biz orada Yaponiyanı nəzərdə tuturuq. Yox, müəllim, İslam mədəniyyəti. Yox, müəllim, İslam mədəniyyəti. Qarışdırdım. Bəli, bunlar da daha çox adət-ənənələrə bağlı, ailə məsələlərində bunlar Milli daha çox dəyərlərə daha önəmlidir. çox önəmli olan. Milli dəyərlər daha çox önəmlidir. Düz. Təşəkkürlər. Təşəkkürlər. Sonra Nativan xanım, Buyurun. necəsiz? Hazırsınız? Buyurun. Qərb sivilizasiyasının müxtəlif regionlarda, məsələn Amerikada, Avstraliyada olmasına səbəb nədir? O dənizlərlə əlaqəli idi, onu deyirsiniz. Yəni səyahətlərin başlanması, orada da geniş yayıldı. O dəniz mərhələsindən sonra da, yəni ki, o gəmilərlə səyahətlərdən sonra Böyük coğrafi kəşflər dövrü. Müəllim, böyük coğrafi kəşflər dövründə Avropalılar yeni ərazilər Bəli, kəşf etdilər. Bunda həmçinin Amerikaya, oradan da Avstraliyaya qədər yayıldı da. Öz mədəniyyətlərini yaydılar. Oranı zəbt edib öz Bəli. mədəniyyətlərini yaratdılar. Bəli. Bəs niyə görə Cənubi Amerikada Latın Amerikası, Latın sivilizasiyasıdır, Latın mədəniyyətidir? Orada da oradakı ölkələrin müstəmləkə olmağı, Hansı regionun müstəmləkəsi olmasıdır? İngilis, Fransız. Yox. Evet. İngilis, Fransızı bildikdə ABŞ, Kanadadır. Meksikadan üzü aşağı Latın Amerikası sivilizasiyasıdır, düzdürmü? Bəs niyə görə onlarda Bəli. Latın mədəniyyəti bu yüksək səviyyədədir? Nəyin mirasıdır o? O da İspan və Portuqalların mirasıdır da müəllim. Bax, İspanlar, Portuqallar... İspan olaraq soruşursunuz ki, Bəli. Amerikanın dediyi keçmişdir ki, Bəli. şimal hissəsini İngilislər, Fransızlar, cənub hissəsini isə İspanlar, Portuqallar. Bax, Yəqin onunla gedib Ayso, şimal hissəsində İngilis və Fransızlar zəbt elədi, İngilis-Fransız mədəniyyətini yaydılar ora. Bu gün orada da o sivilizasiyadır. Mərkəz və cənub hissəsini isə İspanlar, Portuqallar zəbt elədi, öz mədəniyyətlərini yaydılar. Bu gün Meksikadan üzü aşağıya doğru hər yerdə İspan-Portuqal mədəniyyətidir. Amma İspaniyanın, Portuqaliyanın özündə qərb mədəniyyətidir. Onlar öz Latın mədəniyyətlərindən daha çox hansı mədəniyyətə keçiblər? Yüksək Bəli. inkişaf etmiş qərb mədəniyyəti. Yəni özləri miras qoydular Latın Amerikasında. Bəli. Amma özləri bu gün öz miraslarını orada yaratdılar, amma bu gün özləri hansı sivilizasiyadadırlar? Hansı mədəniyyətdədirlər? Qərb mədəniyyətindədirlər. Fikrimi çatdıra bildim müəllim? Bəli, müəllim. Aha, İspan və Portuqal, Meksikadan üzü aşağı olan regionlarda bu gün Latın mədəniyyəti yenə də o da böyük coğrafi kəşflər dövrü ilə əlaqədardır. Başa düşdünüz? Bəli. Bəli, bəli. Yaxşı. Müasir dövrdə sivilizasiyaya neçə cür yanaşma var? İki cür yanaşma var. Bir yanaşırlar mərhələli şəkildə, bir də ümumi də, yəni ki, bir də lokal şəkildə. Yanaşma var. Bəli. Mərhələli yanaşmada Aqrar deyir ki, mərhələli yanaşanda deyir ki, məsələn, sivilizasiyalar ilk mərhələyə keçir, aqrarı keçir, sənayeni keçir, sonunda post sənaye dövrünə gəlib çatır. Lokal da ümumi idi də, şey deyirdi, yəni nə idi, sivilizasiya nə deməkdir? Müəllim, lokal nə deməkdir? Yerli demək, düzdürmü? Bəli. Bu iki yanaşmanın hansında yer kürəsini vahid bir cəmiyyət, yer kürəsi əhalisi vahid bir cəmiyyət olaraq qəbul edir? Hansı Lokalda. Ha? Lokalda ümumi götürüldü. Xeyr, mərhələlidə ümumi. Mərhələli yanaşmada dünya əhalisini vahid bir cəmiyyət olaraq götürür və deyir ki, bu cəmiyyət 3 inkişaf mərhələsi keçir. Hə, lokalda 21 sivilizasiya bölünür. Az görürsünüz, lokal yerlidir. Deyir, hər regionun özünün sivilizasiyası var, mədəniyyəti var. Başa düşdünüz? Bir dəqiqə. Bəli. Bilmiyorum böyləsə. Amerikası.
Hə, Atılan xanım. Bəli. Hə, bu mərhələdə, bu ümumiyyətlə mərhələli yanaşmada dünya vahid bir cəmiyyət olaraq qəbul edilir və dünya cəmiyyətini 3 inkişaf mərhələsi üzrə göstərir. Aqrar mərhələ, sənaye mərhələsi, bir də post sənaye mərhələsi. Bəli. Başa düşdünüz? Ayırdı. Amma Bəli. lokal yanaşmada deyir ki, hər bir regionun, hər bir bölgənin özünün mədəniyyəti var. Hər bir bölgədə, hər bir ərazidə öz sərhədləri daxilində inkişaf tarixinə, mədəniyyətinə, əxlaqa malik olan xalqlar var, millətlər var, cəmiyyətlər var. Və hər bir cəmiyyət özünə məxsus inkişaf tarixinə məxsusdur. Fikrimi çatdıra bildim müəllim? Bəli. Aha, aqrar mərhələ nə deməkdir? Aqrar mərhələ təşkil olunubdur, yəni yaranıbdır ta ki ibtidai icma quruluşundan düz 16-cı əsrlərə qədər. Yəni orta Bu əsrlərə mərhələ, qədər. bu mərhələli yanaşmada göstərilir ki, dünya cəmiyyəti, bəli, 15-16-cı əsrə qədər kənd təsərrüfatı üzrə inkişaf edir. Asıl. Aha, Sonra sənaye mərhələsi gəlirdi ki, 17-ci əsrdən 20-ci əsrin ortalarına qədər davam edibdi. Artıq bu çox sənaye sahələri burada cəmiyyət sənaye üzrə başlayır. inkişaf edib, sənaye mərhələsidir. Bəli. Sonra post sənaye dövrüdür. Burada da deyirdi ki, informasiya xam maldan, kapitaldan heç də geri qalmır da. Son Düzdür. dövrün ən inkişaf etmiş. İndi sizcə bütün dünya əhalisi, bütün dünya cəmiyyəti post sənaye mərhələsindədir, yoxsa ancaq müəyyən bir xalqlar bu mərhələdədir? Lap o geridə qalmışları tutaq da. Yəni, Azərbaycanı götürək, post sənayedir Azərbaycan. Bəli, informasiya əsridir. Artıq bizdə də onu demək olar da. Olmaz. Avropanın informasiya bolluğu ilə bizim informasiyada Yox, müqayisə etsə Müəllim, onlara post sənaye nədir? Post sənaye informasiyalı sənaye sahəsidir da, düzdür? Bəlkə də indi biz ümumi dünyanın informasiya əsri kimi qəbul edib, ona görə bütün dünyanı post sənaye mərhələsi kimi qəbul edirlər. Amma belə baxanda bütün dünya post sənayedə deyil axı. Post sənayedə ən yüksək inkişaf etmiş dövlətlərdir bugün post sənaye mərhələsində. Fikrimi çatdıra bildim? Bəli. Aha. Bəs lokal yanaşmada nə deyir? Deyirdi, sivilizasiyalar uzun müddət ərzində yaranmışlar. Onların öz sərhədləri, yəni dəyişməyən sabit sərhədləri var. Öz milli adətləri, nə bilim, mənəvi keyfiyyətləri. Məsələn, Çin mədəniyyəti ilə Rus mədəniyyəti eynidir. Bax, lokal bunu deyir. Yəni deyir ki, məsələn, Rus mədəniyyətinin Rus sərhədləri daxilində özünə məxsus inkişafı var. Çinin öz sərhədləri daxilində Çin mədəniyyəti var. Avstraliyada Avstraliya mədəniyyəti. Başa düşdünüz nə demək istəyirəm? Başa düşdüm. Burada yəni ki, bölgü var da, yəni ki, hər özünə uyğun öz şeyi var, yaranma tarixi, inkişaf səviyyəsi var. Bəli, səviyyəsi vardır. Yaxşı. Bəli, burada bir də deyirdi ki, üstdə də düşə bilir bu sivilizasiyaların öz dövlətin sərhədi ilə. Amma bəzən düşməyə də bilirdi. Məsələn, Çində deyirik ki, məsələn, Çinin sərhədləri. Bax, indi məsələ nədir? Mənim? Qərb sivilizasiyası də daha genişdir də, yəni ki, sərhəddən kənarda. Məsəl üçün, elə bir sivilizasiya var ki, ancaq bir sərhəd daxilindədir. Amma indi bir məsələ var. İndi siz xəritəni yaxınlaşdıranda baxacaqsınız, görəcəksiniz ki, Vyetnam dövləti də Çin mədəniyyətindədir. Yaxınlaşdırın xəritəni baxın mən. Görürsünüz, Vyetnam dövlətində, Cənub-Şərqi Asiyada Vyetnam dövləti var. Orada da Çin mədəniyyətidir. Fikir verirsiniz. Demək, burada Çin mədəniyyəti yəni iki dövlətin ərazisində özünü göstərir. Çin sivilizasiyası iki regionda özünü göstərir. Bildim, mənim kitabda da elə göstərir. Amma məsəl üçün konkret vahid sərhəddə yalnız öz mədəniyyəti olan bir Hind sivilizasiyasıdır, bir Yapon sivilizasiyasıdır. Əvvəllər Çin sivilizasiyasında deyirik, amma xəritəyə baxanda görürsünüz ki, Vyetnamda da Çin sivilizasiyasıdır, özünü göstərir. Məsələn, Qərb sivilizasiyası görürsünüz nə qədər dövlətdədir. Slavyan sivilizasiyası görürsünüz nə qədər dövlətlərin arasında var. Başa düşdünüz mənim? Bəli. Assimilyasiya nədir mənim? Assimilyasiya ərimək, yoxa çıxmaqda. Hani əgər sivilizasiyadan kənarlaşırsansa, zaman keçdikcə əriyib yoxa çıxır. Düzdür. Lokal yanaşmaya görə dünyada iki dənə böyük sivilizasiya var. Hansılardır? Lokal yanaşmaya görə bir deyil, bölmüşdü Thomson. Bildim, bunların içərisində iki dənə ən böyük hansıdır? Qərb şərq. Ən böyüyün desəz, ən böyükləri qərblə şərq sivilizasiyaları daha şeydir.
geniş yayılıb da dünya üzrə. Türk dünyası dedikdə nə başa düşürük? Türk dünyası deyəndə tarixi coğrafi məkanları, dil qohumluğu olan və eyni adət-ənənəyə bağlı olan birlik. Birlikdir. Düzdür. Türk xalqları hansı dil ailəsindədirlər? Bunu da deyin. Türk xalqları aiddir Altay dil ailəsinin. Altay dil ailəsinin türk dilidir. Türk dilidir. Altay dil ailəsinin Bir də orada Monqollar da aiddir, bir də Tungus Mansurlar da aiddir Altay dil qrupuna. Altay dil ailəsinə. Dil ailəsinə. Altay dil ailəsinə türklər, Altay dil ailəsi 3 dənə böyük dil qrupuna bölünür. Türk dil qrupu, Monqol dil qrupu, bir də Manzur Tungus dil qrupu. Hətta Yapon və Koreya dillərinin də bura yaxınlığını göstərir. Ailələrə yaxınlığımız var. Düzdür. Təşəkkürlər. Aid olun. Bəli. Çox sağ olun. Sonra deməli Aytəs xanım, Bəli, müəllim. hazırıq. Bəli. Yaxşı müəllim. Türklər Altay dil ailəsinə aiddir, düzdürmü? Bəli. Altay dil ailəsinin hansı dil qrupuna aiddir dedik? Türk dil qrupuna. Aha, neçə yarım qrupa bölünür? Türklər müəllim, deməli, Uyğurlar, Qıpçaqlar, sonra Oğuz, bir də Bulqarlar. Aha, Oğuz türklərinə hansılar daxil? Oğuz türklərinə mənim Türkiyə türkləri, Azərbaycan türkləri, sonra Axıtqa türkləri var, Türkmənlər, Türkmanlar, sonra Krım tatarları var, bir də İran Azərbaycanlıları. Tək Qaqavuzlar. Bir də Qaqavuzlar. Bunlar hamısı Asiya türklərinə aiddir. Üzr istəyirəm, Oğuz türklərinə aiddir. Qıpçaq türklərinə hansılar aiddir? Qıpçaqları müəllim, Qazaxlar, Qırğızlar, Qumuqlar, Qaraqalpaqlar, bir də Noqaylar, bir də Xakaslar. Altaylar, Noqaylar, Qumuqlar. Bunlar Xakaslar ora aid deyil axı. Yox, Xakaslar yox mən. Qazax, Qırğız, Altay, Noqay, Qumuq, Qaraqalpaq. Uyğur türklərinə hansılar aid? Uyğur türklərinə Tigillər var idi orada, sonra tatarlar. Baraba tatarları, Çurum tatarları. Bəli. Sarı Uyğurlar var idi. Sonra Telengiklər var idi. Teluitlər vardı. Teluitlər var idi. Sarı Uyğurlar, Özbəklər, Şorlar, Tıballar, Xakaslar, Komasin Toballar, Baraba tatarları, Çurum tatarları bunlar. Yaxşı, Bulqar türklərinə hansılar aid? Bulqar türklərinə də mənim Balkarlar, Kərayimlər, Çərkəzlər, Çuvaşlar. Çərkəzlər nə vaxtdan türk olub? Yalandan fırladırsınız, aralığa qatırsınız, sayı çox uzun deyə. Qaraqçaylar idi, Baxıkarlar idi. Hə, sağ ol. Çərkəzlər Qafqaz xalqına aiddir. Mən yalandan danışmıram. Hə, Kərayimlər idi, sonra Çuvaşlar idi. Çuvaşlar, Tatarlar, Başqırtlar, Qaraçaylar. Bəli. Sonra Qaraçaylar, Balkarlar, Karayimlər. Bunlar hamısı Bulqar türklərinə aiddir. Düzdürmü? Yaxşı. Türk sivilizasiyası hansı regionlarda yayılır? Türk sivilizasiyası yayılıb deməli Mərkəzi Asiyanın çöl zonasında, sonra Ordos vilayəti, Talas vadisində, Orxon Yenisey çayı ətrafında, Urmiya gölü ətrafında, Kiçik Asiya yarımadasında, Qara dəniz sahillərində, Şərqi Avropada. Avropada. Xalqların böyük köçü nədir? Xalqların böyük köçü mən Türklərin deməli bizim eramızın 2-ci əsrində başlayıb 300 il davam etdiyi böyük köçü var. Yəni bir yerdən başqa yerə hərəkət edək də belə. O hərəkət nəticəsində də onlar 3 sivilizasiyanın birləşdiyi, qovuşduğu əraziyə qədər gəlib çıxmışdılar Mərkəzi Asiyadan. Bu Qərb, Şərq və Slavyan Pravoslav sivilizasiyalarının qovuşduğu yerlərdir. Düzdür. Türk xalqları yaşadıkları regionda həm özləri digər sivilizasiyalara təsir edir, həmçinin digər sivilizasiyalarına təsirinə məruz qalır. Düzdürmü? Bu həm orada adların oxunmasından, həm xarici görünüşlərində, həm dinlərində də özgürlüklər. Türk xalqlarından xarici görünüşünə görə əsasən hansı irqlərə aid edilir?
Həm Mongoloid irqinə aid olanlar var. Onlar Uyğurlar, Qırğızlar, Yakutlar idi. Yəni Mərkəzi Asiya türkləri. Bəli. Sonra Qaqavuzla Kəraimlər də Avropoid irqinə mənsub idi. Amma bəzilərdə var ki, məsələn Azərbaycanlılarda, Tatarlarda, Türkmənlərdə, Türkiyə türklərdə, onlar da xarici görünüşünə görə hər iki irqin belə deyək də xüsusiyyətlərini daşıyırlar. Həm Avropoidin, həm Mongoloidin əlamətləri daşıyırlar, düzdür? Bəli. Yaxşı. Getdik dininə. Türk xalqlarında dini inanclar ən çox hansı din? Ən çox İslam'a inanırlar. Bunun da Azərbaycanlılar, Türklər, Qazaxlar, sonra Türkmənlər. Bunları bildik. Gəlin əvvəl digər dinləri soruşum, yerdə qalanı İslam deyəcək. Bəli. Dünyəvi dinlərdən İslamdır, Xristiandır. 80%-dən çoxu İslamdır. Xristian dinindən hansı xalqlar sitayiş edir? Suvaşlarla Qaqavuzlar. Vəssalam, dünyəvi dindən ikisinə, yox, üçü də var, Budizm. Dünyəvi dindən İslamı, Xristian dedik. Budizmə hansılar sitayiş edir? Deməli, Budizm Tuğallar idi, bir də Uyğurların bir hissəsi. Okay. Xristian Budizmi dedik, düzdür. Keçdik indi milli dinlərdən. İudaizm dinindən hansı xalqlar sitayiş edir? Kəraimlə Qırımçaqlar İudaizmdir. Şamanizm. Şamanizmdə Altaylar, Xakaslar, bir də Yakutlar. Vəssalam. Yerdə qalanları hamısı hansı dindir? İslam dini. Tardı getdi. Başa düşdünüz? Bəli. Türk xalqları siyasi statuslarına görə neçə hissəyə bölünür? Bir var tam müstəqil olan Türk dövlətləri, hal-hazırda bu sayı 6-dır, tam müstəqil olanları. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan, Azərbaycan, Türkiyə. Türkiyə və Tacikistan. Orada yadımdan çıxıb Tacikistan verməmişəm. Bəli, eşidirsiniz? Bəli, deyirəm ki, Tacikistanı yadımdan çıxıb qeyd eləməmişəm. Bir də Tacikistan. Bəli, bir də Tacikistan. Yalandan deməyin. Tacikistan nə vaxtdan türk olur? Mən deyirəm. Sizə nə düşür? Mən iqtisad coğrafiyamı valla bilməm. Siz indi deyirsiniz, mən də təkrar edirəm. Taciklər müəllim türk deyil, yadınızda saxlayın. Onlar farsdır. Mərkəzi Asiyada hansı dövlətlərdir? Qazaxıstan, Qırğızistan, bax, bircə dəqiqə müəllim. Bax, Qazaxıstan, bax, Mərkəzi Asiya ölkələrini sayıram. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan, Tacikistan, Monqolistan. Monqolistan Monqollar. Monqoldur. Taciklər farsdır. Yerdə qalan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan. Bunlar türklərdir. Yaxşı, yadınızda saxlayın. Deməli, sonra var Türk dövlət qurumları var. Yəni onlar sırf müstəqil deyirlər, amma bəzi özünü idarə belə deyək də bəzi məsələlərdə muxtar idarə etmə hüquqlarına malikdirlər. Düzdür. Sonra bunlar da ən çox Rusiya ərazisindədir və olanlar da 3 regiona bölünüb. Şimali Qafqaz, Ural-Volqa-Boy regionu, bir də Sibir regionu. Deməli, Şimali Qafqazda Kabarda-Balkar, Qaraçay, Çərkəzdir. Sonra Ural regionuna düşür, Başqırtıstan, Tataristan, Çuvaşistan. Sonra Sibir regionuna düşür, Altay, Tiva, Xakasiya, bir də Saxa, Yakutiya. Sonra Çinin tərkibində var biri, Sinkiziyan Uyğur Muxtar Vilayəti, bir də Qaqavuziya var Moldaviyanın tərkibində. Belə amma Türk xalqları yaşayır da dünyanın çox ölkələrində. Və üçüncü ən aşağı statusda olanlar etnoslardır. Onlar heç bir hüquqa malik deyirlər. Sadəcə olaraq hansısa dövlətin tərkibində etnos olaraq yaşayırlar və yalnız onların öz dillərinə mətbuat, jurnal açma hüquqları var. Vəssalam, başqa heç bir statusları yox. Öz mədəniyyətlərini qoruya bilirlər. Öz dillərində qəzetlər, jurnallar, mətbuatlar yarada bilirlər. Başqa heç bir şey. Yəni onlar hansısa siyasi müstəqillik əldə edib, yəni siyasi müstəqil olaraq bir dünyada belə deyək də nəsə bir siyasət həyata keçirsən, xeyr, yox. Başa düşdünüz? Məsəl üçün Asqa türkləri var. Azərbaycanın Saatlı Sabirabad bölgəsində daha çox məskunlaşıblar. Onların özlərinə məxsus mədəniyyətləri var. Dövlət onlara dəymir. Öz mədəniyyətlərini, öz bayramlarını, adət-ənənələrini saxlayırlar. Hətta öz dillərində onları qəzet də dərc edə bilirlər.
Amma dursunlar Azərbaycan daxilində başqa bir siyasi addımlar atsınlar, xeyr. Yoxdur elə bir şey. Həmçinin də digər ölkələrdə işlər. Başa düşdünüz məni? Bəli, müəllim. Hansılardır ki, hansı xalqlar, türk xalqlarıdır ki, sadəcə etnos olaraq hansı dövlət, ayrı-ayrı dövlətlərdə yaşayırlar? Hansı kurslardır? Hı hı. Mən belə dediniz bir Ahıska türkləri idi Hı onda. hı. Sonra mən onu bilmədim elə. Ağsuqa türklərdir, Qumuklardır, Qaraqalpaqlardır. Sonra Komasin Toballar var, Barabat Tatarlar var, Çurum Tatarlar var. Bayaq saydıqlarınızın içərisində o dil qrupuna aid olan xalqların içərisində müstəqilləri, qurumları çıxırsınız, yerdə qalanların hamısı etnoslardır. Yaxşı mənim? Bəli. Başa düşdünüz? Bəli. Tamam. Təşəkkür. Çox sağ olun. Sonra Lalə Həsənova. Bəli. Azərbaycanın sivilizasiyalar arası mövqeyi. Deyin görün mənə, Azərbaycan bir etnos olaraq nə vaxt meydana gəldi? Azərbaycan xalqı, Azərbaycanlılar. Eradan əvvəl 3-cü minillikdə 3-cü, 2-ci minillikdə. Aha. Azərbaycanlıların etnos olaraq formalaşmasında, Azərbaycan xalqının formalaşmasında hansı türk xalqları mühüm rol oynadı? Deməli, Oğuzlar, Qıpçadılar, bir də ki, Qarlıq, Oğuz, Qıpçıq, Qarlıq xalqları daha çox. Aha, Azərbaycan müxtəlif mərhələlər üzrə inkişaf edir. Azərbaycan xalqı müxtəlif mərhələlərdən keçir. 7-ci əsrdə Azərbaycanda hansı mədəniyyət formalaşdı? Hansı sivilizasiya formalaşdı? Bu zaman ərəblər Azərbaycana hücum eləmişdi. İslam şərq mədəniyyəti formalaşmışdı. 18-19-cu əsrdə bəs? Onda İran-Rusiya müharibələr meydanına çevrilmişdi. Rusiyanın təsiri bu ərazilərə daha çox olmuşdu. Aslında Rusiya və İran sivilizasiyası, Fars və Slavyan sivilizasiyaları daha çox təsirə məruz qaldı. Sonra 20-ci əsrin əvvəllərində 20-ci əsrin əvvəllərində deməli 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılmışdı. Məqsədləri nə idi? Onu yaradanların məqsədi nə idi? Deyirdi ki, şərq və qərb sivilizasiyasının necə deyim, ortaq sintezini yaratsınlar. Və həmçində Azərbaycanlılar dünyada milli kimliklə tanıtsınlar. Azərbaycanlı kimi tanıtsınlar. Əvvəl Azərbaycanlılar İslam kimliyi kimi tanıyırdılar. Yəni Rusiyada Azərbaycanlıları nə kimi tanıyırdılar? Qafqaz müsəlmanları kimi. Azərbaycanlılar kimi yox, Qafqaz müsəlmanları kimi tanıyırdılar. Başa düşdünüz? Aha. Bəs sonra nə oldu? Sonra isə 1920-ci ildə Sovet Rusiyasının tərkibinə daxil olmuşdu. SSR-nin təsirləri bu ərazilərə daha çox olmuşdu. 71 il Sovetin əsarətində qalmışıq biz. Bəli. Ruslaşdırma siyasəti gedir, konkret. Bəli. Aha, və müasir dövrdə də nə oldu? Artıq milli ideologiya yüksək səviyyəyə çatmışdı burada. Artıq bu günlərim Azərbaycanın bütün sahəsində müstəqil siyasət aparır. Azərbaycanda da həm qərb, həm şərq sivilizasiyasının sintezi yaradır. Bax, bu gün Azərbaycanda qərb sivilizasiyası da var, şərq sivilizasiyası da var. Bəs ən çox istiqamət haradır? Hara meyllənir Azərbaycan? Qərbə. Aysə, qərb mədəniyyətinə daha çox meyllənir. Düzdürmü? Bəli. Yaxşı, Mediterraneum haradır? Aralıq dənizi ölkələri, Aralıq dəniz sahilində yerləşən ölkələr. Hansı regionları əhatə edir? Deməli, Cənubi Avropa, Şimali Afrika, Cənub-Qərbi Asiyanı. Bir də Cənub-Şərqi Avropa. Cənub-Şərqi Avropa. Şimali Afrika ölkələrindən hansılardır? Şimali Afrika ölkələrindən Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir. Bir də Misir var. Misir. Cənubi Avropa ölkələrindən? Cənubi Avropa, İspaniya, İtaliya, İspaniya, İtaliya, sonra San Marino, Yunanistan, Monaco, Malta, bir də Yunanistan. Cənub-Şərqi Avropa ölkələrindən?
cənub-şərqi deyiriksə, Xorvatiya idi, Bosniya-Hersegovina idi. 2 dənə Serbiya, Slovakiya idi. Bir də ki, Şimali Makedoniya idi. Cənub-Qərbi Asiyadan. Cənub-qərbi, deməli Türkiyə, Suriya, Türkiyə idi, Suriya idi, İsrail idi. Bir də Livan. Çıxışı olan Livan idi. Yaxşı, deyin görün mənə beynəlxalq təşkilatlar nədir? Beynəlxalq təşkilatlar müəyyən məqsədlər üçün bağlanmış sazişlərlə yaradılmış dövlətlərarası və qeyri-dövlət təşkilatlarıdır. Dövlətlərarasını yaradır dövlətlər, qeyri-dövlət təşkilatlarını isə bu dövlətlərdə yerləşən vətəndaşlar, Hökumətdən asılı olmayaraq müəyyən bir ictimai birliklərdə yaradılır, düzdürmü? Bəli. İnteqrasiya nədir və üstünlükləri, özəllikləri nədir? İnteqrasiya odur ki, əməkdaşlıqdır inteqrasiya. Ölkələr arasında münasibətləri yaxşılaşdırır, həm iqtisadi münasibətləri yaxşılaşdırır, həm də ki, beynəlxalq münasibətləri yaxşılaşdırır. İqtisadi, siyasi, mədəni, bütün sahələrdə əməkdaşlığı gücləndirir. Bəli. Sonra sülhü təmin edir. Həmçinin sanki ölkələr bir-birindən müəyyən qədər də asılı olur. Asılı olmur, əksinə birləşirlər. Vahid bir dövlətə bənzəyir. Birləşirlər, hə. Sərhədsizləşir. Bir-birindən birləşir. Sülhün qorunmasına təminat yaradır. İnteqrasiyanın ən ali forması hansıdır? Ən sadə, güzəştli ticarət zonasıdır. Ən yüksəyi isə tam iqtisadi inteqrasiya. Mərhələli şəkildə deyin. Güzəştli ticarət zonası, azad ticarət, sonra gömrük ittifaqı, ümumi bazar, iqtisadi ittifaq, iqtisadi və valyuta birliyi, ən axırı tam iqtisadi zona. Siz mənə güzəştli ticarət zonası deyin. Güzəştli ticarət zonasına daxil olan ölkələr həm ixracda, həm idxalda güzəştlər tətbiq edirlər. Sonda isə bu azad ticarət zonasına keçir. Məqsədlər azad ticarət zonasını yaratmaq. Güzəştli ticarət zonasına üzv olan ölkələr? Bura Mali, Niger, Burkina Faso, sonra Kongo, Gabon. Düzdür, bu ölkələr daxildir. Azad ticarət zonası nədir? Azad ticarət zonasına daxil olan ölkələr gömrük rüsumları, ticarət məhdudiyyəti ləğv olunur ölkələr arasında. Ölkələr arası, üzv ölkələr arasında. Bəli, üzv olan ölkələr arasında, amma digər ölkələrə isə tarif sistemi tətbiq olunur. Bu tarif sisteminə də gömrük ittifaqı nəzarət edir. Gömrük ittifaqı da nədir? Ölkələr arasında əlaqələri daha da yaxşılaşdırır və siyasi, iqtisadi, mədəni əlaqələri yaxşılaşdırır. Azad ticarət zonasına üzv ölkələr hansılardır? Azad ticarət zonasına Çin, Hindistan, Pakistan, sonra Yeni Zelandiya, Avstraliya, sonra bunlar mənim Şimali Afrika ölkələri. Şimali Afrika ölkələri, sonra Cənubi Amerikada Çili, Şimalda Kanada. Bunlar Çin, Avstraliya, Yeni Zelandiya. Bunlar hamısı azad ticarət zonasındadır. Ölkələrdir. Düzdür? Bəli. Tamam. Siz mənə Avropa İttifaqı ölkələrini sayın lütfen. Avropa İttifaqı ölkələri, demək burada Norveç yoxdur, Böyük Britaniya yoxdur. Bir də ki, bir də yadıma salım, Lüksemburq var, Liechtenstein yoxdur. Demək İsveç, Finlandiya, Danimarka, sonra Danimarka, Belçika, Niderland, oradan İrlandiya, sonra gəldi Almanya, Fransa, sonra aralarında Lüksemburg, sonra Avstriya, sonra cənubda Portuqaliya, İspaniya, İtaliya, Yunanistan, Malta, sonra deməli Latviya, Litva, Estoniya, Çexiya, Slovakiya, Macaristan. Arada Polşa. Bəli. Arada Polşa deyil. Polşa, sonra nə qaldı? Macarıstanı dedim, Xorvatiya, Sloveniya, Xorvatiya. Sloveniya,
Xorvatiya, Rumıniya, Bolqarıstan. Kipr, bir də Bolqarıstan, bəli. Bunlar Avropa İttifaqı ölkələridir. Təşəkkürlər. Çox sağ olun. Sağ olun. Lamir xanım, Bəli, müəllim. necəsiz? Yaxşıyam, necə? Təşəkkür edirəm. Hazırıq. Deyərsən müəllim. Getdik müəllim. Deməli, Gömrük İttifaqı nədir? Gömrük İttifaqı azad ticarət zonasında olan ölkələr arasında elə ki, əlaqələrin iqtisadi, mədəni, siyasi əlaqələri daha da sıxlaşdırmaq üçün olan mərhələdir. Hansı ölkələr bu Gömrük İttifaqı mərhələsindədir? Çad, Boliviya, Peru, Tanzaniya, Kolumbiya, Laos. Namibiya, Botsvana, Zar, bu ölkələr, Kenya, Kenyadır, Tanzaniyadır, bu ölkələr, düzdürmü? Bəli. Yaxşı. Deyin görün mənə sivilizasiya nədir? Sivilizasiya bir xalqın inkişaf səviyyəsini ölçür. Aha. Sivilizasiya vətəndaşlıq cəmiyyət deməkdir, mənası xalqların inkişaf səviyyəsini göstərir. Düzdürmü? Bəli. Yaxşı, hansı sivilizasiyalar tanıyırsınız? Qərb sivilizasiyası, Şərq sivilizasiyası müasir dövrdə Pravoslav, Slavyan Pravoslav Latin- sivilizasiyası, Latın Latın Amerikası, Amerikası, Hind, Çin, Afrika, Yapon. Yapon sivilizasiyası, Budda sivilizasiyası, düzdürmü? Müasir dövrdə sivilizasiyaya neçə cür yanaşma var? Lokal, bir də mərhələli. Aha, nə deməkdir mərhələli yanaşma? Mərhələli yanaşma odur ki, sivilizasiya vahid bir prosesdir və müəyyən mərhələlərdən keçib sonda eyni nəticəyə gəlir. Hansı mərhələləri keçib? Aqrar, sənaye, bir də post sənaye mərhələsi. Hə, aqrar sənaye. Bəs lokal yanaşmada nə deyir? Lokal yanaşma deyir ki, sivilizasiya uzun müddət mövcud olan, müəyyən sabit eyni sərhədlərə malik olan bir həyatın, Cəmiyyətin mövcudluğudur, belə deyək də. hə, cəmiyyətin həyatı mövcud olur. Türk xalqları hansı dil ailəsinə aiddir? Altay dil ailəsinə. Altay dil ailəsinə hansı dil qrupuna aid? Türk, Monqol, bir də Tungus Mancudur. Türk xalqları bu üçünə də aiddir, yoxsa üçündən hansına aid? Türklər Türk Dil dil qrupu. qrupuna aid. Türk dil qrupu özü hansı yarım qruplara bölünür? Oğuz, Qıpçaq, bunu deyirsiniz. Bəli, bəli. Uyğur, bir də Bulqar. Bulqar. Oğuz türklərinə hansılar aid? Türkmənlər, Türkmanlar, Türkiyə türkləri, Ahıska və ya Məsəti türkləri, Krım tatarları, Azərbaycanlılar, Qaqavuzlar, Azərbaycanlılar, Qaqavuzlar, bir də İran Azərbaycanlılar. Qıpçaq türkləri, Qazaxlar, Qımıqlar, Qaraqalpaqlar, Qırğızlar, bir də Altaylar. Uyğurlar, Uyğurlara Şorlar, Salarlar, Özbəklər, Qarabağ tatarları, Tıvalılar, Teleuçlar, Çigillər, Qızıllar, Komasinlər, Kumandılar, Mandallar, Kumandalılar, Qızıllar. Yaxşı, bir də Xakaslar. düzdür. Yaxşı, deyin görün mənə. Oğuz Qıpçaq, Bulqar türkləri hansılardır? Bulqarlar da Başqırtlar, Balkarlar, Karainlər, Çuvaşlar, Tatarlar, Qaraçaylılar. Şamanizm dininə sitayiş edən türk xalqları. Yakutlar, Xakaslar, bir də Altaylar. Xristian dininə sitayiş edənlər. Moldovada Qaqavuzlar, bir də Çuvaşlar. İudaizmə, Krımçaklarla, Karainlərlə Qıpçaqlar. Budizmə, Budizmdə Uyğurların bir hissəsi, bir də Tıvalılar. İqtisadi ittifaq mərhələsi nədir? İqtisadi ittifaq, deməli inteqrasiyanın nisbətən mürəkkəb mərhələsidir. Burada
olan ölkələr eyni xarici siyasət yeridirlər. Birlikdə xarici siyasət yeridirlər. Hansı ölkələrdir? Braziliya, məsələn, Rusiya, Argentina, Qazaxıstan, Azərbaycan. Düzdür. Yaxşı. Eramızdan əvvəl 4-cü minilliyə aid olan sivilizasiyalar hansı regionda, indiki hansı ərazilərdə düşür? 4-cü minillik. Misir, Mesopotamiya ilə. Mesopotamiya, Misir, bir də Araq dənizi şərqsər Finikiya ərazisi. Bu ərazilər. İndiki kiçik ərazi, elə bir ki Yunanistan zət tərəfdə belə bu regiona düşür. Yaxşı. Yaxşı. Eramız, yox, daha doğrusu üzr istəyirəm. Mesopotamiya ilə Bəlkə Mesopotamiya ilə Misir, bağışlayın. 3-cü minilliyə aid olan sivilizasiya. o sizin dediyiniz o Yunanistana falan, Bir də Türkiyəyə. Bir də indiki Pakistan ərazisi. Hə. 2-ci minilliyə aid sivilizasiya. O Çindədir 2-ci minillik. Bəs 1-ci minillik? Birinci minillikdə bu mərkəzi Amerikada, Meksikada, nə bilim, Peruda. Bir də Bir də Qərb Afrikada. Afrikada, Afrikada Qərb Qərb Afrika. Qərb Afrika regionu düşür. Siz mənə Qaradəniz İqtisadi Əməkdaşlığı Təşkilatının üzvü olan ölkələr sayın. Aha, deməli orada var Ermənistan, Gürcüstan, Bolqarıstan, Serbiya. Ondan Azərbaycan, Albaniya, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Moldova, Yunanistan. Bunlar qidətdədir, biz səktədirlər, düzdürmü? Yaxşı. Siz mənə inteqrasiya neçə yerə bölünür, onu deyin. Inteqrasiya. Sahəvi, də regional. Həm də regional. Regional inteqrasiya nədir? Regional inteqrasiya elə bir ki, region olaraq bir-birinə yaxın olan qurumlar arasında olan təşkilat. Hansısa bir regionda dövlətlərin birləşməsidir, birliyidir, düzdürmü? Məsələn, ASEAN. Asiya. Bəs sahəvi inteqrasiya nədir? Sahibi hər hansı bir sahə üzrə, hansı bir, məsələn, OPEC ola bilər, neft üzrə. OPEC ölkələrini sayın. OPEC ölkələri, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, İran, İraq, Əlcəzair, Küveyt, Liviya, Nigeriya, Gabon, Kongo, Ekvatorial, Qvineya, Ekvatorial Qvineya Venezuela, və Angola. Angola. Bu ölkələrdir. Başqa hansı sahəvi təşkilatları tanıyırsınız? Sahibi. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik. Nətəri? NATO ola bilər. NATO hərbi təşkilatdır. Ola bilər. Yəni, Yenə də məqsəd üçün də. bəli, yenə də bir məqsəd üçün bağlanmış beynəlxalq təşkilat. Sonra MDB-ni Amma Avropa İttifaqı regional. məsələn sahəvidir. Yaxşı, yox, sahəvi regional. Yaxşı yadıma düşdü. Avropa İttifaqı ölkələrini sayın, yekunlaşdırın. Almaniya, Avstraliya, Belçika, Bolqarıstan. Avstraliya nə da müəllim? Avstriya. Avstriya. Belçika, Bolqarıstan, İspaniya, İtaliya, İsveç, İrlandiya, Fransa, Finlandiya, Latviya, Litviya, Lüksemburg, Macaristan, Malta, Niderland, Sloveniya, Slovakiya, Xorvatiya, Rumıniya, Yunanistan, Kipr. Təşəkkür. Çox sağ olun. Siz də bu ölkələri